Yine də salam ərz eləyəm əziz dostlara. Amuzəşimi gözəl Allahın adı ilə başlayam. Bu videomda bir tədad mühüm mətalibi və zərif nöqtələri xidmət üzrə ərz eləyəcəyəm ki, mütməinnəm o şəxsiləri 2 dəfinə axtarırlar. Onların karına gələcək. Pəs xahiş eləyəm ki, axıra videoacaq bəndəni həmrahi eləyiz. Bu videonun axırında da bir dənə mühüm bastani nöqtəni siz üçün göstərəcəyəm ki, bedun səbtə heç günə əlaim və nişana gəlibdi. İttifaqən əsli bəhsimiz buna görədir. Biz nəcür eləyə bildik ki, məbhəs hədəfinə yabidə sistemsiz, mətlub nəticəni kəsb eləyən. Əslən nəcür eləyə bildik ki, o dəfinə yeriləri və məqbərələri ki, bedun nişanım və əlaim gəlibdi, şinasayı eləyən. Siz ammuz qəşəh biləysiz ki, əksəri dəfinələrə və məqbərələrə bəzi nümadlardan və nişanələrdən istifadə eləymişlər. Məsələn, bir dənə dəfinə üçün bir dənə təndisdən, ya neçə dənə təndisdən və hətta şaxisədən, əlaimdən və xas nişanələrdən istifadə eləymişlər. Vəli mühüm məsələ ki vardı, budur ki, bəzi dəfinə yerilər varımızdır ki, bedun nişanə və əlaim gəlirlər. Siz əgər istəyirsiniz mühit qəbristanda vəqvasız, əgər məsələn bir qəbristanla bərxord eləsiniz ki, bir tədad həvvarılar orada əncam tapılıbdır və bir tədad qəbrilər açılıbdır, siz eləyə bilərsiniz ki, o açılmış qəbrilərin üzü ilə açılmamış qəbriləri də tapasınız. Çün hər məntəqənin qəbristanın içində səbkə qəbrilər və tədfinlər təqribən müşabih olaymış. Əgər bir qəbristandan rubərü olsunuz ki, məsələn qəbriləri Doran-ı Əşqaniyə mərbutdur və növ tədfinlər xomrəyidir. Əgər bir 2 dənə açılmış xomrəyi qəbrilər müşahidə eləsiniz, siz gələ ətrafda gəzəsiz, açılmamış qəbriləri tapasınız. Ya əgər səbkə tədfiniz və çiğdəmanı qəbriləriz dairə-i şişlidir, siz gələ o qəbristan içində dairə-i şişlidə çiğdəmanları axtarıb tapasınız. Ya əgər qəbriləriz müstətili şişlidədir, siz gələ o qəbristan içində müstətili çiğdəmanları axtararsınız. Və əgər qəbrilər üçün dorçindən istifadə eləyələr, mütməinnən o nöqtələr ki, dorçin şodədirlər, ya bu istilah hörülüblər, onlar da qəbr olacaq. Bəzi qəbristanların nişanəsi olay. Məsələn, qəbristanlar üçün hərəmi daşdan, doşaq daşdan, bəzi əlaim və nişanədən və coğanlərdən istifadə eləymişlər. Bəli, bəzi qəbristanlarda varımızdır ki, heç quna nişanələri yoxdur və fəqət biz səbkə çiğdəmanla və saxtarə qəbrilər ilə eləyə bildik ki, qəbriləri şinasayı eləyən. Əgər siz bir qəbristanla müvazi olasınız ki, heç quna həvvari orada əncam tapılmayıb və şəkkidəsiz ki, aya bura qəbristandır, ya təbiidir, siz gələ çiğdəmanlara diqqət eləyəsiniz. Həmişə çiğdəmanlar bir məhvədədə qəbristana şamil olmaz. Siz gələh növ çiğdəmana çox diqqət eləyəsiniz. Əgər çiğdəmanlar qəbrilərə mərbut olsa, gələh daşlar bir halətdə qurulalar ki, daşın bir miqdarı torpağın üzündə ola və bir miqdarı da torpağın altında ola. Yəni, sənkinlər ki, yerin üzündə əncam tapılaymışlar və heç quna daşın yerdə rişəsi yoxdur, yəni yerə yapışılmayıbdır. Ehtimali çox olacaq ki, bu çiğdəman karbordi çiğdəman ola. Məsələn, bir təcəmmü yeri ola. Dorçinləri ki, qəbr üçün işləniləymiş, dorçinlərin hamısı yerə vəsl olaymışlar. Ta rahatçılığıyla murur zamanda bu daşlar yerindən dəbərilməyələr. Şəklə çiğdəman da çox mühümmidir. Məsələn, biz heç quna qəbristanlarda
Mürəbbə ya müstətil şəkildə dorçin müşahidə eləyə bilmərik. Qəbirlərin dorçini dairə ya beyzi halətində olar. Vəli saxtar qəbr həm dairə ola bilər, həm mürəbbə, həm müstətil və həm müsəlləs şəkildə də saxtar qəbr varımızdır. Yəni qəbrin öz çarçubu. Vəli dorçinlər həmişə dairə ya beyzi şəklində gələrlər. Və inki dorçinin əndazəsi və saxtar qəbrin əndazəsi gərək məqulanə ola və çox yekə olmaya. Çox yekə saxtarlar və çiğdəmanlar meşəməngahlara və qədimi ev yerlərə mərbut olaymışlar. Siz əgər istəyirsiniz dəfinə axtarasınız ki, heç quna nişanəsi və numadı yoxdur, bu cür şəraitdə siz gələ bir mühitləri axtarasınız ki, o dəfinə üçün mühiti faktorlardan istifadə eləyərlər. Məsələn, tək ağacın olmağı, tək bulağın olmağı və qəl'ənin olmağı özü behtərin dəlildir ki, o məntəqədə dəfinə gizlədilər. Hətta əgər heç quna nişanəsi olmasa, İranda çoxlu cinslər ki, üzə çıxırlar qəbristanlardan və töhmə təpələrin içindən çıxırlar. Əksərən səy eləymişlər ki, dəfinələri təpələrin içində gizlədələr. Mütməinnən çoxlarınız ənvay mənatiqlərdə müşahidə eləyirsiniz ki, bir təpələrdən dəfinə təxliyə olunub ki, heç quna numadı və nişanəsi yoxdur. Biz gələk dəfinədar təpələri və tədfindar təpələri şinasayı eləyək. Tökülmə təpələr kamilən müşəxəs olaylar. Çün təpədə dəsriz torpaqlar və hətta tikə sümüklər və tikə çuvallar müşahidə edilir. Və bəzi dəfinədar təpələr də vardır ki, təpələrin dövrəsin ya üstün bir xas daşlarla hörəymişlər. Pəs qərardır ki, həmişə dəfinənin və məqbərənin nişanəsi və numadı ola. Əgər siz bir qəbristanına müvaci olsunuz ki, qəbriləri koldan gizlindir, bir miqdar məharətiz olsa, bir dənə dəstəslik ilə eləyə bilərsiniz ki, gizlin qəbriləri tapasınız, yəni yerə sıx vurasınız. İndi siz üçün bir nöqtəni göstərəcəyəm ki, mühüm nöqtədir. Vəli heç quna əlaim və nişanəsi yoxudur. Bəlkə faktor mühitdən istifadə eləyiblər. Bastani nöqtə ki, siz üçün göstərəcəyəm. Sol tərəfində qəl'əsi var idi. Sağ tərəfində bulağı var idi. Və bir tərəfində rutxana vardı. Rutxana, bulaq və qəl'ə dəfinə üçün özü behtərin nişanələrdən ola bilər. Pəs qərardır ki, həmişə daşın üstündə, məsələn, coğan müşahidə eləyər. Xoş, teori amuzəşləri xidmət üzrə irayə verdim. İndi gedən ki, amuzəşlərimi vaqiətdə siz üçün görsədəm və məhdudədə bərdəst eləyəyin, ta sözlərimi qəşəng dərk eləyəyin. Bəray misal, bu məhdudə varımızdır. Mühitimiz bu şişlidədir. O qismət uca qismətdir və dağın üstündə bir tədad təbii daşları müşahidə edilir. Aşağı qismətlər ki, mən dayanmışam, təqribən torpaqlı mühitdir. Bu qismətlərdə heç quna daş görsənmir. Vəli bura gəlsək, görüyoruz ki, burada 2 dənə balaca daş varımızdır. Feylən ki, bunların üzü ilə xas moridi təşxis vermək olmaz. İndi aşağını axtarıyam. Buralar koldan torpaq. Vəli bu nöqtəyə ki, gəldik. Bir tədad qurulma daşları müşahidə ediyor.
Bir daş orada varımızdı. İkincisi orada. 3, 4, 5. Bunları görməkləndi ki, dərca şəkk yox ki, bura əl işidir. Çün heç mövqə təbii alətdə daşlar bücür, mürəttəb və münəzzəm rədifi gəlməzlər. Daşları iki münəzzəm fasilə ilə qurulublar. Və hamısı da yerli daşdılar. Daşın bir qisməti torpağın üzündədir, bir qisməti də yerin altındadır. Bu növ çiğdəmanlar biz üçün ərzişli olarlar. Baxız, bunlar koldan rədiflə bura qurulublar. İndi bu qismətdən çiğdəmana baxayın. Diqqətli baxsaq, görürük ki, daşların idaməsi təqribən kəmani alətdədir və axırıncı daş bir miqdar bir yana sarı dönübdür. Əgər bunun idaməsində gəlsək, görürük ki, qurulma daşlardan yenə də bu qismətdə vardı. Bu qismətlər boşdur. Bu boşluq dəlil ola bilməz ki, bura təbiidir. ehtimali vardı ki, buradakı daşlar murura zamanla aşıblar və bu ehtimali də vardı ki, əmdən bu halətdə bunlar qurulublar. Ta dəqiqən yerşinasayı olmuyor. Bu çiğdəman bir doğru-çiğnə qəbridir. Mənim sol tərəfim qəl'ədir, dal tərəfim rutxanadır və sağ tərəfim çeşmədir. Məhvədəni görsətməyəm, ta yerimiz lua getməyə. Pəs bu 3 dənə faktorun olmağı özü behtərin dəlildir ki, bunların ətrafında bir məqbərə gələ. Və bizim buradakı çiğdəmanımız məqbəriyə mərbuddur. Və hindi müşahidə edəsiz. Görəcəksiniz ki, əsli qurulma daşımız bu bir dənədir. Bunlar hamısı təqribən yerə yapışıqlıdırlar. Vəli bu bir dənə daşımız dik daşdır. Bu bir dənə bunlara nisbət mütəfavitdir. Və bu daşın mütəfavit olmağı bizə bəlləndirir ki, girişin nöqtəsi bu daşın altından olacaq. Kamilən müşəxxəsdir ki, bu daşımız bura qurulubdur və dağın təbii daşı deyil. Lap diqqətli baxanda görüyoruz ki, daşımız təqribən hərəmi şişlidə daşdır. Hərəmi daşlar hər yerdə gəlsələr tətvinə işarə eləyirlər. Pəs bizim bu çiğdəmanımız ki, əndazəsi və əbadi da məqulanədir və be ünvanı doğruçin bura işləniblər. Bəlləndirək ki, bu nöqtə bir məqbərə nöqtəsidir. Və bizim bu hərəmi daşımız düz qəbrin üstündə tərrah olunubdur. Pəs qəbrimiz dik hərəmi daşın altında olacaq. Behtərin nöqtə ki, gələk qavaş oluna bu qismət olacaq. Pəs bu rahatçılığa bizərrə diqqət eləməklə eləyə bildik ki, mühüm nöqtələri şinasayı eləyək. Hörülmə daşlar qəbrin girişi.